Hədislərdə buyurulur, sədəqə insanın əlindən çıxandan sonra 5 söz deyər. Fani idim, əbədi etdin. Kiçik idim, böyük etdin. Düşmənin idim, özünə dost etdin. Məni qoruyardın, indi qiyamətə qədər mən səni qoruyacağam. Sədəqə verən üçün imtiyazlar var. İstəyin həyata keçməsi, çətinliklərdən qurtuluş, ruzinin artması, pis ölümdən qurtuluş, günahların bağışlanması, uzun ömür, bol ruzi. Peyğəmbər sallallahu aleyhi və alihi və səlləmdən belə nəql olunur. Şeytandan soruşdum ki, nə üçün sədəqəyə mane olursan? Dedi, ey Muhammed, sədəqə verən insan elə bil sinəmə mişar qoyur və ağac kimi kəsir. Həzrət səbəbini soruşanda şeytan dedi, sədəqənin 5 xüsusiyyəti var. Sərvəti artırar, xəstəyə şəfa verər, bəlanı uzaqlaşdırar, sahibini sırat körpüsündən ildırım kimi keçirər, behişdə sorğu-sualsız daxil olar.